Salam əziz şagirdlər, bugün mən sizə 11-ci sinif test izahı verəcəm. 7-ci testimizdə birinci sualda there is little coffee left in the pot. Birincidə little veribdir, yəni bir olacaq D. Ona görə A-nı çıxırıq, C-ni çıxırıq, D-ni çıxırıq, Y-ni çıxırıq. Doğru variantımız B variantıdır. 2-də he has friends in this city. Onun bu şəhərdə dostları. Burada negativ verəcəyik. Çünki burada deyir ki, ikinci cümlədə so he often feels lonely. Yəni o özünü tez-tez tənha hiss edir. Ona görə biz bu cümləni negativ quantifiers götürəcək. Yəni kəmiyyət bildirən söz götürəcək. Few olacaq. Üçüncüdə we don't have. Burada da olacaq much time. 4-də isə there are olacaq. Deməli many. 8-ci testimizdə bizdən countable nouns istəyir. Yəni sayıla bilən isim istəyir. A variantını götürə bilməyi luggage sayılmır. C variantında information money sayılmır. D variantında news fönçə sayılmır. Y variantında deməli here bir də homework sayılmır. B variantı doğru variantımızdır. Üçü də sayılan isimdir. 9-cu testimizdə bizdən passive case, yəni yiyəlik halı istəyir bizdən. D nöqtələr meeting was postponed. Aha, burada baxırıq variantlara. Bu cür yiyəlik hal olmaz. Bu mürəkkəb isimdir. Bu cür deməli verilmir mürəkkəb isim. A variantı səhvdir. Editors in. Aha, bu doğru variantdır. Axırda verilməlidir. Apostrof S təki də cəmidə. Cəmliyi də söz önündən əvvəldə verilir. B variantımız doğru variantımızdır. C variantında yenə də apostrof düşüb birinci söz önündən əvvələ səhvdir. Burada da səhvdir. Y variantı da bu cür olmaz. Apostrof S-lə olmalıydı. Səhvdir. 10-cu testimizdə nöqtələrdən sonra times verilib. Burada biz miqdar sayı qoyacaq. Sıra sayı deyil. Burada isə time verilib. Yadımızda saxlamalıyıq. Əgər cəm söz veriləndə miqdar sayı, tək söz verilirsə sıra sayı verilir. Deməli, burada olacaq. Deməli, baxacaq, cert olmaz. Bu sıra sayıdır. Bu sıra sayıdır. Sıra sayıdır. Olmaz. Sıra sayıdır. Qaldı D variantı. Doğru variantımız D variantı. 11-ci testimizdə this suitcase is too heavy. Deməli, bu deyir çanta olduqca ağırdır. We need one for the trip. Deməli, burada biz müqayisəni verməliyik də. Yəni, bu ondan daha da yüngül yəni, olmalıdır. Düzdürmü? Deməli, burada A variantını götürə bilməliyik. Ağır veribdir. B-ni götürə bilməliyik. Üstünlük kimi verilib burada səhvdir. Bu da belə. C variantı. Doğru variantımız C variantı olacaq. Müqayisə. 12-ci testimizdə bizdən artiklı istəyir. Okeanların qarşısında Z artiklı olacaq. Ona görə C-ni çıxırıq, Y-ni çıxırıq. İkinci tərəfdə Mount Fuji. Bu Mount olan dağlar artiklı işlədilmir. Ona görə A-nı çıxırıq, B-ni çıxırıq. Doğru variantımız deməli D variantıdır. D variantı və during sözündən sonra da Z artiklı işlədilir. 13-cü testimizdə də bizdən article istəyir. United Kingdom. Burada verəcəyik Z artiklı. İkinci tərəfdə də adalar cəmlik formasına verilirsə D artiklı veriləcək. Amma şəhərin qarşısında, ölkənin qarşısında verilməyəcək. Ona görə də biz götürəcəyik B variantını. Doğru variant B variantıdır.
14-cü testimizdə out of students who took the exam only passed with excellent marks. Burada deyir ki, tərcümədə imtahan verən tələbələrdən yalnız əla qiymətlərlə keçdi. İndi burada seçəcəyik. Deməli 100 olmaz, A variantı səhvdir. Çünki burada ikinci tərəfi the 20 götürübdür, səhvdir. 20 olmalıdır, həm də 100 olmalıdır. B variantı 100 ola bilər, amma 20 olmaz. Yəni burada da 20-ci deyir, səhvdir. C variantında 120. Bəli, bax, burada deyir ki, 100 students ona görə götürürük ki biz. Çünki orada 100 özü nəyi bildirir də sizə deyim. 100 students, yəni orada qeyri-dəqiq sayı bildirir də. Yəni şagirdlərin qeyri-dəqiq sayını bildirdikdə biz 100 götürürük. Only 20, yəni 20, yalnız 20 şagird yaxşı qiymətlərlə keçdi. Yəni başa düşürsünüz bu tərəfi də. D variantında da olmaz, səhvdir. Y də səhvdir. Z100 də olmaz, çünki Z100 konkret qrup olanda işlənir. Yəni konkretliyi bildirəndə Z ilə işlədə bilirik. 15-ci testimizdə bizdən sayıla bilməyən ismi istəyir. A variantında luggage, money, furniture, bunlar sayılmır, götürmürük. B variantı chair, apple, city, bunlar sayılır, bunu götürürük. C variantında milk, sugar, rice, bunlar sayılmır. Equipment, news, information sayılmır. Weather, traffic, bread sayılmır. 16-cı testimizdə many pieces of advice. Bəli, ofdan əvvəl many də sayılandı. Deməli, qarşındakı isim də sayılandı, cəmlənibdir, bir düzdür. Biri götürürük. 2-də fu luggage. Luggage sözü sayılmır. Ona görə də biz fu ilə işlədə bilmərik. Fu sayılan cəm isimlə işlənir. A little water. Bəli, water sayılmır. A little da sayıla bilməyəndən işlədilir. Götürürük. Much books olmaz. Much sayıla bilməyəndən işlənir. Books da sayılan cəm isimdir, səhvdir. 1, 3 olacaq A variantı. 17-ci testimizdə I invited to our party. Bura biz deməli nə qoymalıyıq? Obyekt. Mən deyir partimizə dəvət etdim. But burada isə biz şəxs əvəzliyini adlı kalını qoymalıyıq. Ona görə də biz biri çıxırıq. Çünki obyekt deyil. Burada them, their. Aha. Burada zeri götürə bilmərik çünki zerdən sonra isim işlənir. Beşik çıxırıq. Olacaq 2, 3, bir də 4 A variantı. 18-ci testimizdə this book is too short. Bu kitab olduqca deməli nədir? Qısadır. Can you lend me one to read on the trip? Burada isə baxırıq ki, burada müqayisəlik var. Müqayisəlik olduğuna görə biz burada, one-daki burada isim kimi götürülüb də elə bil ki. Burada olacaq a longer, yəni Y variantı olacaq. Y variantını qoyacaq. Müqayisə olaraq. 19-cu testimizdə among all the candidates deyir ki, burada deyir ki, bütün namizədlər arasında Maria seemed, Maria görünürdü, but her presentation was actually Zan Jones. Yəni deyir, onun deyir təqdimatı əslində Jones'dan. Deməli, burada nədir? Müqayisəlik var da. İki tərəfdə də müqayisə var. Biz iki tərəfi də müqayisə götürəcəyik. Deməli, hansı olacaq? Olacaq 19'da. Baxırıq ki, burada üstünlükdür A variantında.
Bu üstünlükdür. C variantı olacaq. More confident, less. Bir de bu müqayisə dərəcəsidir. D variantı da səhvdir. Y də səhvdir. 20-ci testimizdə bizdən both of the sisters. Bura biz iki Azər verəcəyik. Çünki iki Azər özü iki nəfər arasında olanda istifadə olunur da. Burada da isim olduğuna görə isimli götürəcəyik. Ona görə B-ni çıxırıq. C-ni götürə bilmərik. One another 2-dən çox olduqda götürmək olar. Belə amma belə götürəndə düzdür cümlə kimi. Ancaq burada both verdiyinə görə 2-dən söhbət gedir. D variantı səhvdir. Y variantı da səhvdir. Ona görə bir tərəfi düzdür. İkinci tərəfində isimsiz yelik əvəzliyi götürübdür. Doğru variantımız A variantıdır. Each other, there. 20-ci testimizdə web designing course was by far. By far varsa deməli buranı biz üstünlük dərəcəsində götürəcəyik. Olacaq B variantı. Doğru variantımız. 22-ci testimizdə such a little guess cəmdə verib. Bir səhvdir. Təkdə versəydi balaca qaz kimi. Çünki saçdan sonra little demək olar ki article-la veriləndə sayılan isim kimi də götürmək olur. Ancaq sifət kimi iştirak eləyir. Amma burada cəm kimi verib səhvdir. Only a few bottles of juice. Bəli. A few verib of-dan əvvəldə bottle sözü sayılandır, cəmlənibdir. 2 düzdür. Üçüncü testimizdə only few olmaz, səhvdir. Only a few chairs in the room. Bəli, düzdür. 4-də düzdür. 2, 4 olacaq B variantı.